Bakı şəhərinə qar yağır. Amma digər bölgələrə bilmirəm, qar yağır yoxsa yox. Paytaxtımız qar gördü. Bilirəm, Qusaro tərəfləri bir neçə yer qar görmüşdü. Amma heç qar görməyən, məsəl üçün İmişli qar görməmişdi. Yağırmı ora qar, dostlar? Mən əslində qar yağanda, həqiqətən də və hava soyuq olanda, yağışlı olanda, fırtına olanda o dəqiqə gözümün qabağına əskərlərimiz gəlir. Və eləcə də o bazarda işləyənlər, polislərimiz, yəni ən çox içəridə yox, çöldə işini quranlar, yəni onlar gözümün qabağına gəlir ki, yəni indi onlar üşüyür, onlara soyuqdur. Amma yenə də Allah onların canını sağ eləsin, neyniyək? Kim hansı peşəyə sahib olursa, kim hansı işi görürsə, bunların hamısını göz almalıdır.